Yaşar Qurbanovun dünyasını dəyişmiş valideynlərini zinakarlıqda ittiham edən iki fasiqə cavabı. Əlbəttə ki, üzlərlə deyirəm, əfsuslar olsun. Özlərini elm tələbəsi kimi təqdim edən Veysel Orucovun səhvlərini tənqid eləmişdik. Mən və digər elm əhli tənqid eləyib, istər ölkəmizdə olsun, istər Gürcüstanda olsun. Bu isə tənqidə elmi cavab verə bilmədiyi üçün ən çirkin, aciz bir yolu seçdi. Bunu tənqid edənlərin valideynlərini zinada, zinakarlıqda ittiham elədi. Evladların da zina evladı olmaqda ittiham elədi. İnşallah onun səsini də qoyacağım. Allah da Quran-ı Kərimdə buyurur, Veysel Orucov üçün mən bu ayəni oxuya bilərəm. Nur surəsi 23-cü ayə. İnnellezine yarmunel muhsanatil gafilatil mu'minat lu'inu fid dunya vel ahire ve lehum azabun azim. Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Onlar üçün axirətdə də böyük bir əzab vardır. Bütün dünyasını dəyişən valideynlərimizi Allah rəhmət eləsin. Mənim anatam dünyasını dəyişib. Onlar axirət dünyasındadır. Və gözəl də insan olublar. Bizi kimi evladları yetişdiriblər. Mən və digər qardaş bacılarım. Allah onlardan razı olsun. Allah bütün valideynlərdən rəhmət eləsin dünyasını dəyişənlər. Bu isə ittiham elədi. İndi isə mən deyirəm. Artıq mən atanamdan halallıq ala bilməyəcəksən Veysel Orucov. Qaldı məsələ axirətə, məhşər meydanına. Və oxuduğum Nur surəsi 23-cü ayə üzərində düşün. Qaldı axirətə. Bu da mənim valideynlərim üçün bir hədiyyə kimi qəbul edirəm. Nəyə görə? Çünki qiyamət günü sən fasiqin savablarını alacaqlar və günahlarını sənə yükləyəcəklər. Peyğəmbərimiz s.ə.v buyurur, sən onları zinakarlıqda ittiham elədin. Və digər fasiq isə bu ayədə ona daxildir. Əlxan Musayev və video yaydı. Birinci Veysel Orucovun o zina ittihamını paylaşdı. Sonra isə video yaydı ki, dedi ki, Veysel Orucovun fikirləri ilə razıdır, düz deyir, onu da qoyacağım. Əlxan Musaya da buradan deyirəm. Hesab qaldı axirətə. Qiyamət günü sən fasiqin savablarını alacaq mənim atanam və günahlarını sənə yükləyəcəklər. Hazır olun qiyamət gününə və onlardan halallıq da ala bilməyəcəksiniz. Qaldı ki, digər tənqid edən elm əhli, onlar özləri cavab versinlər sizə. Çünki onların da bir çoxlarının ata-analары dünyadan köçüb. Onlardan halallıq ala bilməyəcəksiniz. Yəni bu acizlikdir. Əgər cavab verə bilmirsənsə, bir insanın ata-anasını zinada ittiham eləmək, məyər bu ayələri siz oxumursunuz? Ona görə siz kimi fasiqlərdən elm alınmaz. Başqalarının ata-analarını zinada ittiham elədiniz. Onlardan birisi də mən inşallah qiyamət günü valideynlərimlə hesablaşacaqsınız. Qiyamət günü savablarınızı verəcəksiniz və sonra günahlarını sizə yükləyəcəklər. Rəbbimizə həmd olsun. O ki qaldı Veysel Orucovun cavabına, onu dinlədim. O cavabında nə deyibsə onun haqqında düz deyib, haqlıdır. Mən onun dediklərinin haqq olduğunu düşünürəm. Bu tənqidçilərə baxsanız, bunların səviyyəsinə baxsanız, siz o zaman fərq elərsiniz ki, mən niyə onlara əhəmiyyət vermirəm, niyə onları ciddiyə almıram? Mən niyə küçə uşaqlarının səviyyəsinə düşməliyəm ki? Mən niyə kimdən olunduğu bilinməyənlərin səviyyəsinə düşməliyəm ki? Niyə biz bu küçə uşaqlarının, bu tərbiyəsizlərin səviyyəsinə niyə düşək ki? Əhəmiyyət verməyin. Onlar küçə küçükləridir, itləridir.